Hədəfdə sistem 7. 7 ildir ki, dayanmadan, yorulmadan biz bu təlim treningi keçiririk və əvvəl gündən məqsədimiz bu idi ki, biz yalnız danışmırıq, biz həm də göstəririk, biz həm də edirik. Şagirdlərə dediyimiz məsələ nə idi? Görərək, toxunaraq et prinsipini müəllimlərimizə də aşılamağa çalışırıq. Bir təhsili, bir dərsi anlatmaq, izah etmək, mənimsətmək üçün hökmən görərək, toxunaraq etmək lazımdır. O baxımdan biz bunu müəllimlərlə eləyirik. Ona görə də bu təlim sırf müəllimlərə, sinifdə dərs deyən müəllimlərə dərsi dərsdə necə öyrətmək mümkündürsə, onun üzərindən yola çıxmışıq. Artıq beynəlxalq bir təlimə çevrilib. Bu il ölkəmizə Qazaxıstandan və Qırğızstandan toplam 50 nəfərə yaxın müəllim iştirak edəcək. Həmçinin Türkiyənin tanınmış şirkətlərindən moderatorlar, çıxışçılar, həmçinin də yerli ölkələrimiz, yerli təşkilatlarımızın bu prosesdə iştirakı var. Sizləri Hədəfdə sistem 7-yə gözləyirik. Gəlin birlikdə öyrənək və birlikdə də öyrədək. Hədəfdə sistem 7 sizi gözləyir.